Beşi Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı ardıcıl 7-ci dəfə həyata keçirilən hərbi əməliyyatın başa çatdığını açıqladı. Mərkəzi Komandanlığın məlumatına görə bu dəfə əsas hədəflər müşahidə məntəqələri, yeraltı silah ambarları, hərbi təminat əraziləri və İran hərbi dəniz qüvvələrinə aid obyektlər olubdur. Əməliyyatda qırıcı təyyarələr, pilotsuz uçuş aparatları və dəniz platformalardan istifadə edilibdir. Vaşinqtonda diqqət çəkən əsas məqam isə zərbələrin ardıcıllığıdır. ABŞ son bir həftə ərzində fasiləsiz hər gecə əməliyyat keçirərək İranın hava hücumundan müdafiə sistemlərini bərpa etmək və qüvvələrini yenidən birləşdirmək imkanını minimuma endirməyə çalışır. Hər yeni zərbə əvvəlki əməliyyatın nəticəsini möhkəmləndirməyə hesablanıbdır. ABŞ hərbi dairələrində hesab olunur ki, məqsəd yalnız ayrı-ayrı hədəfləri vurmaq deyil, İranın komanda idarəetmə və təminat sisteminə davamlı təzyiq göstərməkdir. Bu səbəbdən zərbələr müxtəlif bölgələrə və fərqli hərbi sahəyə yönəldilibdir. Vaşinqtonda üstün qiymətləndirmə ondan ibarətdir ki, bu taktika İranın hərbi resurslarını tədricən tükəndirməyə hesablanıbdır. Yəni, Vaşinqtonda hesab edirlər ki, hazırki mərhələdə əsas məqsəd hava və dəniz üstünlüyünü qorumaq, hərbi təzyiqi davam etdirmək və Tehranın manevr imkanlarını daha da məhdudlaşdırmaqdır.